Biz həmişə bunu deyirik. Uşaq öz südünü gətirir. Bəs bu hamilə qalmaq üçün, yəni ideal bir yaş varmı? Məsələn, bəziləri deyir ki 25, bəziləri deyir ki artıq 30-a qədər hamilə qalmalısan ki, uşaq daha sağlam doğulsun. Çünki erkən cinsel həyata başlamaq, erkən doğum etmək bir qadının öz bədəninə verə biləcəyi ən böyük travmadır. Bir qadının, belə deyim də sizə, düzgün aybaşı görməsi onun istədiyi zaman hamilə olacağı anlamına gəlmir. Yanımıza gələn pasientlərdən eşitdiyiniz, duyduğunuz, gördüyünüz ən çox hansı yanlış addımları əl atırlar məhz evdə? Bütün günü yat, dincəl, televizora bax, ayağını uzat. Sən hamiləsən, dincəl. Tam tərsi, hamilələr dincəlməməlidirlər. Və soruşdum ona, dedim ki, sən duş alırsanmı? Dedi, yox, mən çoxdan da duş almıram və mənə bunu icazə vermirlər evdən ki, uşaq düşəcək. Hamilədirsə 2 qat yeməlidir. Yəni həm uşağın yerinə yeməlidir, həm də öz yerinə yeməlidir. Bu nə dərəcədə sağlam bir düşüncədir? Deyirsən ki, məsələn, səni iyun ayının 10-u keysəriyyə eləyəcəm. O qədər rast gəlirik ki, iyunun 9-u xanımın suyu gəlir. O gecə stressdən yata bilmir. Stressdən yata bilmir və bir gün öncəsindən vaxtını gözləyə bilmir, suyu gəlir və ya doğum prosesi başlayır. Qadın özünə yaxşı baxmadı deyəməz düşük oldu. Bu fikir nə dərəcədə doğrudur və ümumiyyətlə uşaq düşürməyin ən böyük səbəbləri, alt səbəbləri hansılardır? Əgər sonlandıra bilməsə, o döl gələcək, məsəl üçün 20-li həftələrdə, 28 həftədə ağır ürək qüsuru ilə sən qarşılaşa bilərsən. Salam. Sağlıq saatına baxırsınızsa saata baxmağa ehtiyac yoxdur. Çünki sağlam həyatın zamanla yarışı bitməz. Biz də bu zamana sizin sağlamlığınız fonunda dəyər qatırıq. Sağlıq saatının bugünkü qonağı uzman cərrah mama ginekoloq Aygün Altundur. Salam Aygün doktor, necəsiniz? Salam, sağ olun, necəsiniz? Çox sağ olun. Dəvətimi qəbul edərək gəldiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Sağ olun. İlk olaraq Aygün doktor, sual vermək istərdim ki, ümumiyyətlə insanlar düşünür ki, qadınların hamilə qalması üçün bir ideal bir yaş yoxdur. Qadın əgər sağlamdırsa, istədiyi yaşda tam olaraq sağlam bir hamiləlik keçirə bilər. Bu fikir nə dərəcədə doğrudur və hormonlar, yəni bu zamanla yaş artdıqca dəyişmirmi? Əslində bəli, əvvəllər biz də o düşüncə ilə böyüdülmüşük. Mən sağlamam, istədiyim yaşda hamilə qala bilərəm, amma artıq biz təəssüflər olsun ki, o zəmanədə yaşamırıq. Zamanın gətirdiyi, ekologiyanın gətirdiyi, yediyimizin, içdiyimizin fərqliləşməsi, hazır qidaların artması, fast foodların artması, eyni zamanda qadınların iş həyatına daxil olması, yəni evdəki stressdən əlavə bir də iş stressinin əlavə edilməsi ilə əlaqədar olaraq mən artıq xeyli olduğunu düşünmürəm şəxsi öz adıma. Çünki qadınlarla işləyirəm və görürəm artıq hər qadın istədiyi yaşda hamilə qala bilmir və bu mövzuda belə deyim ki, sizə ən önəmli yaş faktorudur. Yaş faktoruna mən özərinə toxunmaq istəyirəm. Hətta bu yaxınlarda belə bir video çəkməyi də planlayırdım ki, yaşınızı gecikdirməyin, uşaq sahibi olma istəyinizi ertələməyin. Çünki erkən klimaksın yaşı inanılmaz çox cavanlaşıbdır. Yəni əvvəllər biz düşünürdük ki, Azərbaycan qadını məsələn deyirdik ki, 49-50 yaşında klimaksa girir, amma artıq bəzən 30 yaşında, təəssüflər olsun ki, 25 yaşında, 27 yaşında, 32 yaşında klimaksa girən, artıq aybaşı görməyən və bundan dolayı da heç bir zaman uşaqlı öz yumurtası ilə hamilə qala bilməyəcək qadınlara rast gəlinirik. Və bunu düşünərəkdən hər zaman mən yaş faktorunu qadında çox önəmli bir yerə qoyuram. Yəni ki, məsələn, bir qadın gəlir deyir ki, mən istədiyim yaşda hamilə qala bilərəm. Hər zaman deyirəm ki, o qədər də özünə güvənmə. Hər zaman istədiyin, yəni bir qadının, belə deyim də sizə, düzgün aybaşı görməsi onun istədiyi zaman hamilə olacağı anlamına gəlmir. İstədiyi zamanda uşaq doğuracağı anlamına gəlmir. Hər zaman keyfiyyətli yumurta ilə aybaşı görmürük. Düzdür. Hər ay yumurtlama olur, hər ay bir yumurta ifraz olunur və biz o yumurtanın hesabını hər ay aybaşı görürük. Amma ifraz olunan yumurtanın keyfiyyəti necədir? Məsələn, tutaq ki, yaş artdıqca ümumiyyətlə yumurtalar ehtiyatı və ya ehtiyatı da azalır, keyfiyyəti də azalır. Məsələn, mən sizə belə bir örnək verim, belə bir misal verim. Məsələn, bir dənə kasa düşünün, dərin bir kasa və içərisinə çoxlu top atmısınız. Ən yaxşı toplar üstdədir, ən yaxşı toplar üstdədir. Ən pis, əyri, nə bilim axı, belə deyim də, yararsız toplar da aşağıya yığışıbdır. Və siz hər ay aybaşı görəndə bu topun bir dənəsini atırıq, bir dənəsini atırıq. Hər dəfə bir dənəsi üstdəki keyfiyyətli topları atırıq gedir və yedək qalan keyfiyyətsiz kort topları da atırıq. Yəni, hər ay atdığımız topla biz aybaşı görürük. Amma üstdəki bir var toplarla sən hamilə qalasan, oradakı yumurtalarla, bir də var altdakı keyfiyyətsiz toplarla hamilə qalasan. Yəni, oradakı yumurtalarla hamilə qalasan. Yəni, qadının aybaşı görməsi
düzgün hər ay vaxtı aybaşı görməsə, onun sağlam yumurta ilə aybaşı gördüyü anlamına gəlmir. Bilirsiniz də, yəni biz aybaşı görürük, oradan bir yumurta istehsal olunur və o yumurta ilə hamiləlik olur. Məsələn, gəlir deyir ki, mən sadə aybaşı görürəm. Deyirəm, sadə sənin aybaşı görmək sənin yumurtanın keyfiyyətli, kalitəli olduğu anlamına gəlmir. Yəni də kəmiyyət, keyfiyyət məsələsidir. Yəni, sayı ola bilər. Yəni mən görürəm aybaşı, amma sən aybaşı görə bilərsən, amma sən hamilə qalmaya bilərsən. Bəs bu hamilə qalmaq üçün, yəni ideal bir yaş varmı? Məsələn, bəziləri deyir ki 25, bəziləri deyir ki artıq 30-a qədər hamilə qalmalısan ki, uşaq daha sağlam doğulsun, həm fiziki cəhətdən, həm mental cəhətdən. Ümumiyyətlə bu yaşı keçəndən sonra hansı risklər üzə çıxır ki, məsələn dediniz, okey, yəni yumurtalığın keyfiyyəti azalır, sayı bəlkə də normal qalsa belə. Əslində olsa bir yaşdan sonra ehtiyat da azalır. Keyfiyyət düşsə belə digər hansı risklər, məsələn genetik risklər ola bilər və yaxud da digər sağlamlıq amilləri ola bilər ki, insan normal olaraq yaş artdıqca istər həm xronik xəstəliklərlə müəyyən üzləşir. Yəni, ümumi olaraq toparlasaq, yəni belə bir deyilən yaş, ideal yaş varmı? İlk öncə ilk cinsi yaşa gəlmək istəyirəm, oradan başlamaq istəyirəm. Çünki məsələn, elə qız var ki 17 yaşında evləndirilir, elə qadın var 18-də evlənir, eləsi var 25-də evlənir, eləsi var 35-də evlənir. Nə qədər gec evlənilsə, nə qədər gec cinsi həyat başlasa, birincisi bir qadın üçün o qədər yaxşıdır. Çünki erkən cinsel həyata başlamaq, erkən doğum etmək bir qadının öz bədəninə verə biləcəyi ən böyük travmadır. Bunu demək istəyirəm. Bu da hardasa mənim dediyim 18 yaşdan 22 yaş arasıdır. Mən məsələn 18 yaşdan 22 yaş arasını öz adıma çox məsləhət görmürəm. Nə evlilik açısından, nə cinsel həyatın başlaması açısından, nə də ki doğum açısından. Amma təbii ki belə bir yaş kateqoriyası yoxdur. Məsələn dünyada belə bir çalışma yoxdur ki bu qadınlar 25-də evlənməlidir. Fərdidir. Bəli, fərdidir. Qadınlar 25-də doğum etməlidir. Yəni bununla əlaqədar tibbdə belə bir sınırlama yoxdur. Biz sadəcə bunu deyirik ki, erkən cinsi münasibətə başlamaq və erkən doğuşlar qadın orqanizması üçün ziyandır. Çünki bəzi cinsi infeksiyalara qarşı yol açırsan, bəzi ağırlaşmış mamalıq patologiyalarına qarşı yol açmış olursan. Buna görə də erkən, yəni 22 yaşdan öncə bəzi risklərimiz var. Təbii ki, ana ola bilərsənmi? Ola bilərsən. Amma belə deyim də bizim çox sevdiyimiz bir yaş qrupu deyil. 25, 23 yaşından sonra 23, 24, 25, 30 yaşa qədər yaş qrupunu sevirik. İdeal yaş qrubudur. Yumurtaların ən keyfiyyətli olduğu, qadının özünü, bədənini tam anladığı, zehni olaraq, sosial olaraq oturuşmuş, universitet oxuyubsa adətən bitirdiyi bir dönəmə denk gəlir. Yəni təhsilini tamamlamış. Bu dönəmlər bizim üçün ideal dönəmlər sayılır. 30 yaşın üstünə hamiləlik olurmu? Bəli, olur. Mən 42 yaşında da hamiləm oldu. Mənim 47 yaşında da hamiləm olubdu. Təbii ki, bu risklər gedərək artır. Birincisi dediyim kimi, iləri anne yaşı, yəni iləri ana yaşına girdiyinə görə burada özü ilə bərabər genetik xəstəliklər də gətirir. Genetik xəstəliklərdə bizim ən çox qorxduğumuz Down sendromudur, bilirsiniz. Ümumiyyətlə trizamiyaların ana yaşı artdıqca rast gəlmə ehtimalı daha çox artır. Bunu artıq müəyyən testlərlə bəlli eləmək olur. Bəli, bunu bəzi müəyyən testlər eləmək olur. Yəni ən çox bizim çəkindiyimiz Down sendromudur. Bundan başqa nələr ola bilər? Düşüyə meyillilik ola bilər. Keyfiyyətsiz yumurtadan keyfiyyətsiz embriyo əmələ gəldiyi üçün ana qarnında itki ola bilər. Yəni ki, fərqli deyil. 12 həftədə itki ola bilər, 20 həftədə. Yəni hamiləlik sürəcində ana qarnında itki ilə rastlaşa bilərik. Hamiləlik ağırlaşmaları ilə qarşılaşa bilərik. Məsələn, hamiləlik təzyiqinin yüksək olması, hamiləlik şəkərinin olması, suyun az olması və ya polihidramniozun olması, cift anomallıqları ilə rastlaşa bilərik. Cift məsələn normal yerləşməsi yerinə məsələn uşaqlıq boyuna yaxın yerdə yerləşə bilər ki, biz bunu ilərləyən ana yaşlarında daha çox görürük və 30 yaşın üstü bir tık belə deyim də risk qrupuna girir bizim açımızdan. Həm hamilə qalmaqda, həm hamiləliyin gedişatı, həm də hamiləliyin sonlandırılması açısından özü ilə bərabər bəzi risklər gətirir. Hal-hazırda danışarkən düşük məsələsini vurğuladıq ki, bəzi hallardan dolayı artıq hamiləlik sonlana bilmir və uşaq götürmə məcburiyyətində qalır. Ümumiyyətlə belə bir cəmiyyətdə düşüncə formalaşıbdır ki, qadın özünə yaxşı baxmadı deyəməz düşük oldu. Bu fikir nə dərəcədə doğrudur və ümumiyyətlə uşaq düşürməyin ən böyük səbəbləri, alt səbəbləri hansılardır? Ümumiyyətlə mən həmişə bizə hamiləlik təqibinə gələnlər bəzən görürsünüz ki, hamilə qalır, gəlir, sevinir, amma o bir həftə gəlir uşağın ürək döyüntüsünü biz eşitmirik. Biz buna itirilmiş missed abortus, yəni itirilmiş hamiləlik deyirik. Onlar çox üzürlər və mən həmişə onlara bu misalı verirəm, indi də sizə onu deyəcəm. Ümumiyyətlə ilk hamiləliklərdə biz uşağın ürək döyüntüsü dayanıbsa, biz bunu anormal saymırıq. Ümumiyyətlə istatistikada var və bu kitabi bilgidir ki, ümumiyyətlə birinci hamiləliklərin %25-i missed abortus, yəni ürək döyüntüsünün dayanması ilə nəticələnə bilər. Yəni bu nə deməkdir? 100 hamilə qadın olar, onun 25-inin ikisinin hamısında 100-ündə də birinci hamiləlikdir.
25-də ürək döyüntüsü ilk 12 həftədə dayana bilər və bu anormal sayılmır. Bunu adətən nə ilə bağlayırıq? İlk dəfə bir döllə bədənin tanışması, ondan sonra ilk hamiləlik keçirilməsi, uyumsuzluq və s. Yəni birinci düşüyün, birinci itkini biz anormal saymırıq. Bizim mentalitetdə belə bir şey var maalesef ki, məsələn hamilə qaldı, tutaq ki, birinci uşağı itirdim. Artıq həkim gəzir, bir sürü əlində, məsələn mənə gəlirlər, əlində bu qədər qalın testlərlə gəlir ki, biz genetik test verdik, onu verdik, bunu verdik, bəs bizim birinci uşağımız niyə düşdü, bu uşaq niyə qalmadı, niyə ürək döyüntüsü dayandı? Mən hər dəfə onlara başa sarıram ki, bu testlərin heç birinə ehtiyac yoxdur. Ümumiyyətlə heç bir test eləməyə ehtiyac yoxdur. İlk itirim, ilk hamiləlikdə, ilk düşük ümumiyyətlə dünyada araşdırılmır. 2 və onun üzəri. Hətta son yayınlarda deyir ki, 3 dənə əgər ananın itkisi varsa, artıq onda araşdırmağa başla ki, bu nədən səbəb olur? Yəni buna səbəb nədir? Ümumiyyətlə hamiləlikdə bu itkilərin çox səbəbi ola bilər. Yəni biz burada ilk 12 həftədən danışırıq. Burada səbəblər nələr ola bilər? Endokrinoloji səbəblər ola bilər. Yəni qadının müxtəlif endokrin problemlərinin olmasından ola bilər. İkincisi genetik səbəblərdir. Ümumiyyətlə bu düşük materialları incələyiblər dünyada. Abort materiallarını incələyiblər və ən çox rastlanan anomaliya trizamiyalar olubdur. Yəni trizamiya 21, işte Turner sendromu, xromosom problemləri. Bəli, xromosom problemləri olubdur. Yəni o düşük materiallar incələnib görüblər ki, ən çox bu düşükləri ilk trimestrdə səbəb trizamiyalardır. Və mən həmişə də bunu analara misal verirəm. Deyirəm ki, sənin əslində uşaqlığın daxili divarı o qədər seçicidir ki və o qədər gözəl seçir ki, o sağlam döldən xəstə dölü ayırt edə bilir. Və muhtemelen sənin o dölün xəstə döl olubdur və sənin endometriumun onu seçə bilib və onu vaxtında yerində sonlandırıbdır. Əgər sonlandıra bilməsə, o döl gələcək, məsəl üçün 20 həftələrdə, 28 həftədə ağır ürək qüsuru ilə sən qarşılaşa bilərsən. Yəni bunu həmişə bu örnəyi verirəm ki, bu sənin endometriumun, yəni uşaqlığın daxili təbəqəsinin seçici olduğu anlamına gəlir. Bu sənin hər hansı bir xəstəliklə əlaqəli olacağı anlamına gəlmir və bu hamilələr də yəni muhtemelen ya psixoloji təlqindən, ya mənim dediklərim beyinlərinə batır. Sonraki hamiləlikləri çox vaxt normal keçir. Zaten dediyim kimi 25%'dir. Yəni ilk hamiləlikdə abort olma ehtimalı 25%'dir. Sonra dedik, endokrinoloji səbəblər dedik, genetik səbəblər dedik. Bundan başqa çevrəsel faktorlar ola bilər. Ananın yaxşı qidalanmaması, travma alması, psixoloji stres və s. keçirməsindən əlaqədar ola bilər. Digər səbəb ata-kişi faktoru ilə əlaqədar ola bilər. Spermin yaxşı, belə deyim də, spermlə, yumurtanın yaxşı spermlə döllənməməsi, o da belə deyim, sağlam bir embriyo gətirməyə bilər və bundan dolayı hamiləlik itkisi yaşana bilər. İmmunolojik faktorlardan ola bilər. Ananın immunitetinin çox yüksək olması. Çünki bilirsiniz, bizim bədənimizə girən hər hansı bir hüceyrə, hər hansı bir belə deyim də, maddə, cisim bizim üçün yad cisim sayılır və bizim immunitetimiz ona həmən cavab verir, həmən reaksiya verir. Onu öldürərək, yox edərək, kapsullaşdıraraq bir şəkildə ona elə bir ki, zərərsizləşdirməyə çalışır. Əgər immunoloji faktorlarımız yüksəkdirsə, endometrium səviyyəsində özəlliklə, bu da yaranan embriyonu xarici bir cisim olaraq algılayıb onun sonlandırılmasına səbəb ola bilər. Bəzi laxtalanma problemləri səbəb ola bilər. Genetik trombofiliyalar var bizdə, trombofiliyalar və bu trombofiliyalarda ananın laxtalanmaya meylliliyi olması, tromboza meylliliyinin olması, bununla əlaqədar da dölə gedən damarların tıxanması və orada belə deyim, dölün qidalanmasının pozulması və ölümünə səbəb ola bilər. Digər bir səbəb infeksiyalar, bətin daxili infeksiyalar ana qarnında itkilərə səbəb ola bilər. Yəni səbəblər çoxdur. Bunlar yenə deyirəm 2 və üzəri abortlarda mütləq araşdırılmalıdır. Hal-hazırda vurğuladığımız bu uğursuz hamiləliklərin alt səbəblərindən biri olan məhz çevrəsel faktorlardan biri kimi sadaladığımız stres və psixoloji gərginlik. Ümumiyyətlə, stres və psixoloji gərginlik hamiləliyin inkişafına necə öz təsirini göstərir? Yəni, sadəcə, məsələn, qidalanma və yaxud da digər həyat tərzi dəyişikliklərini deməyək, deyək ki, ananın ruh halı davamlı depressivdirsə, davamlı streslidir və gərgindirsə, bu bətin daxili həmin o öz övladına necə təsir göstərir? Mən həmişə deyirəm ki, mutlu anne, mutlu bebek. Xoşbəxt ana, xoşbəxt uşaq, körpə deməkdir. Bu ta ki ananın belə deyim də ana qarnından başlayır bu məsələ və sonrakı həyatında da dölün doğulduqdan sonraki həyatına da bunun çox şeyini görürük. Məsələn, tutaq ki, ana daimi olaraq depressiyadadır. Yəni serotonin, dopamin bədənində çatmır. Bu səfər döl öz serotonin və dopamin depolarını ana üçün istifadə edir. Bu araşdırılmış bir yazıdır həqiqətən də. Və sonraki dövrdə bu uşağın stresli olmasına, belə deyim,
depressiya meyillilik, bəzi psixoloji rahatsızlıqların olmasına şərait yarada bilər. Amma hamiləlik dönəminə gəlmiş olarsa, stres faktoru nə üçün bizim önəmlidir? Birincisi, stres keçirmək, yəni özünə qəsd, nə bilim axı, depressiya və s. bu şeylər plasental qan axımını pozur. Yəni uşaq plasentadan qidalanır və plasental qan axımını pozan bir prosesdir. Eyni zamanda bəzi hematomalara səbəb ola bilər. Məsələn, biz ən çox deyilir ki, məsələn, mən stres keçirdim, qan gəldi məndən. Nədən? Qan axmaya meyilli. Çünki stres hormonumuz vücudumuzda kortizol yüksəldiyi zaman bir sürü şeylər təsir etdiyi kimi plasental sistemə də təsir edə bilər və orada ya plasentanın qidalanmasını poza bilər və yaxud orada qan artışına səbəb ola bilər, hematomalar və s. oluşa bilər, doğum prosesi başlaya bilər. Çox önəmli bir şey. Əslində bunların heç birinin mexanizması tam aydın deyil. Yəni məsələn, sizə adi bir örnək verim, misal verim. Məsələn, qadına siz keysəriyyə tarixi qoyursunuz. Deyirsiniz ki, müayinəyə gəlir, axırıncı müayinəsidir. Deyirsən ki, məsələn, səni iyun ayının 10-u keysəriyyə eləyəcəm. O qədər rast gəlir ki, iyunun 9-u xanımın suyu gəlir. O gecə stressdən yata bilmir. Stressdən yata bilmir və bir gün öncəsindən vaxtını gözləyə bilmir, suyu gəlir və ya doğum prosesi başlayır. Yəni burada stres hormonu hamilə ilə əlaqədar bəzi şeyləri tetikləyir. Suyu gələ bilər, qan axması ola bilər, Allah uzaqlasın cift qopa bilər. Bizim üçün ən ağır mamalıq patologiyasıdır. Eyni zamanda xanımın təzyiqi ola bilər. Təzyiq zaten preeklamsiya dediyimiz təzyiq yüksəlməsi hamiləlikdə bizim üçün yenə ağır bir mamalıq patologiyasıdır. Bunlar hamısı dölün inkişafına necə təsir eləyir? Qanaması olan bir uşaq daimi olaraq sən ona dərman yükləyirsən o hamiləliyi saxlamaq üçün. Qanama varsa uşağın qanlanması pozulur, böyüməsi, inkişaf ləngiməsi ola bilər, erkən doğum riski ola bilər, bətn daxilində bəzi şeylərdən etkilənib sonraki neyrolojik gelişimində, doğumdan sonraki neyrolojik gelişimində bəzi defisitlər ola bilər. Ona görə də stres faktoru olmamalıdır. Digər çevrəsəl faktor olan qidalanmaq da istərdim biraz danışaq. Ümumiyyətlə hamilə qadınlar üçün ən ideal qidalanma şərtləri hansılardır və belə bir düşüncə var ki, ümumiyyətlə hamilədirsə 2 qat yeməlidir. Yəni həm uşağın yerinə yeməlidir, həm də öz yerinə yeməlidir. Bu nə dərəcədə sağlam bir düşüncədir? Tamamən səhv bir düşüncədir. Hamiləsənsə 2 qat yeməlisən deyə bir şey yoxdur. Heç bir şey yeməsəniz belə, mən həmişə hamilə deyirəm, heç bir şey yeməsəniz belə o da sizdən, belə deyim də, tosturan kimi bütün nə lazımsa çəkəcək. Sizin özünüzə... Gördünüz də, Əslində o tamamən yanlış bir düşüncədir. Mən həmişə hamilələrimə deyirəm ki, yəni sən hamiləsənsə 2 qat yeməməlisən. Çünki zaten sizin içərinizdə böyüyən bir döl var. Siz heç bir şey yeməsəniz belə o sizin resurslarınızdan istifadə edəcək. Bütün vitaminləri, mineralları, özünə lazım olan hər şeyi plasenta aracılığı ilə özünə çəkəcək və böyüməsinə davam edəcək. Təbii ki, yaxşı yeməsəniz dölün inkişafında bəzi proseslərə, bəzi neqativ şeylərə səbəb ola bilir. Bu öz yerində. Amma 2 qat yeməniz dölün inkişafında və ya belə deyim də, onun daha yaxşı olacağı anlamına gəlmir. Tam tərsi. Bizim hamiləlikdə bəlli bir kilo şeyimiz var. Yəni, məsələn, deyirik ki, hamiləlikdə maksimum ekiz hamilədirsə, məsələn, 17 kiloya qədər kilo ala bilər. 11-15 kiloqram bizim idealımızdır. İlk trimestrdə biraz bulantı və qusma, yaxşı qidalana bilməməyə görə zaten hamilələr biraz çəki itirirlər. İkinci trimestrdə adətən çəki stabil gedir. Yəni, hər hangi bir şey almırlar, amma üçüncü trimestrdə həm ödəmin artması, həm hamilələrdə iştahın artmasına əlaqədar olaraq zaten bir çəki artışı olur. Amma 11-15 kiloqram bizim üçün idealdır. Hər zaman bunu deyirik. Nə gəldi yemək olmaz. Kesinliklə nə gəldi yemək olmaz. Tam tərsi, uşağınıza xeyir verəcəyinizi düşündüyünüz yerdə tam tərsinə ziyan vermiş olacaqsınız. Həm uşağınıza ziyan verirsiniz, həm özünüzə. Məsələn, bizim belə deyim də qida rasionumuzda xəmirdir, ondan sonra şirniyyatdır. Bunları biz çox sevirik və hamilələr də daimi olaraq şirniyyat yeyir, xəmir yeyir, tort yeyir, ağ çörək yeyir, makaronla çörək yeyir. Yəni belə düzgün olmayan bir qidalanma şəraitində uşaqda da problemlər çıxa bilər. Yəni ananın məsələn diabetə meyilliliyi olur, sonra aldığı kiloları verə bilmir. Uşaq həddindən artıq iri ola bilir. Məsələn bu tarz karbohidrat ağırlıqlı qidalananda həddindən artıq iri ola bilir və dölün iri olması doğum sırasında bəzi travmalara gətirə bilir. Və bunları nəzərə alaraqdan həmişə deyirik ki, qidamıza diqqət edin. Nədir bizim üçün qida? Protein də olacaq qidanda, karbohidrat da olacaq, yağ da olacaq. Amma ən faydalısı olacaq. Məsələn, protein bizim üçün çox önəmlidir. Hər zaman deyirik ki, mütləq proteindən zəngin qidalanın. Karbohidrat bizim üçün 3-cü dərəcədir. Faydalı yağlar alın, proteindən zəngin qidalanın, karbohidratımız 3-cü dərəcədir. Çörək və s. nə bilim makaron. Bunlar da təbii ki, düyü, bunlar da olacaq rasionda. Amma o tamamən yanlış bir düşüncədir ki, 2 qat yeyin, tam dərsi. O kilolar sonra vermək olmur. Yəni nə qədər ki, həddən artıq bu çəki olması
Məsələn, deyək ki, dediniz 11-15 kilo normaldır, ondan artıq. Deyək ki, məsələn 25 kilo falan. Həddən artıq çəkinin yaranması hər hansı bir çanaq orqanları probleminə gətirib çıxara bilər. Məsələn, çanaq orqanları zəifləyir və hamiləlik uğursuz sonlanır. Nəyə gətirə bilər həddən artıq çəkinin olması? Obezite. Obezite nədir? Birincisi, ürək-damar problemlərinə gətirəcək. İkinci səbəb, doğum eləyə bilməyəcək. Biz həmişə deyirik, normal doğuş eləmək istəyirsənsə, bizim üçün ən önəmli doğum şeyi təbii doğuşdur. Ana üçün ən faydalı olan. Təbii doğuş eləmək istəyirsənsə, bəlirli bir kilonun üstünə çıxmamalısan. Çünki gücənə bilmirsən. Yəni kilo artıq olanda hamilə onu gücənə bilmir. Təzyiq problemlərinə səbəb olur. Kilo nə qədər çoxdursa, hamilənin təzyiqinin artma ehtimalı o qədər yüksək olur. Diabetə səbəb ola bilər, hamiləlik şəkərinə. Hamiləlik şəkəri uşağın çəkisinin kontrolsuz bir şəkildə artmasına, bu da doğum travmalarına, doğumdan sonra uşaqda bəzi metabolik problemlərə səbəb ola bilir. Yəni o yanlış bir düşüncədir. Bu çəki artımının bu hamiləlikdə bəzi problemlərə səbəb ola bilir. Hal-hazırda bu qidalanmadakı yanlışlardan danışdıq. Bəs ümumiyyətlə həqiqətən soruşmaq istərdim ki, məncə izləyicilər üçün də maraqlıdır. Hansısa bir onların da müəyyən bir stereotipləri var ki, hələ də onlara inanırlar. Ümumiyyətlə məsələn yanınıza gələn pasientlərdən eşitdiyiniz, duyduğunuz, gördüyünüz ən çox hansı yanlış addımları əl atırlar məhz evdə? Elə birincisi o qidalanma. 2 qat yeyim, uşaq da yaxşı qidalansın, hamiləyəm, 2 qat yeyim. Bu birinci yanlışdır. İkinci yanlış bəzən ağrıları olur, hamiləni yatağa bağımlı hala gətirirlər. Yat, ayaqlarını yuxarı qaldır, uşaq düşəcək yoxsa belə problemlər. Məsələn, bu ikinci bir yanlışdır. Digər bir yanlış, su çox içmə, ayaqların şişər, ondan sonra təzyiqin yüksələr, onun yerinə çay iç. Tam tərsi. Biz çay istifadəsini hamiləlikdə kofein olduğuna görə tərkibində minimum deyil də bəzi sınırlarımız var, onu keçməməlidir. Məsələn, 3 bardaq, 4 bardaq sınırını keçməməlidir. Amma bizim hamilələrimiz su içmək yerinə deyir, soruşar məsələn, içirsənmi su? Deyir, hə, bütün gün çay içirəm. Neçə bardaq? 10 bardaq, 15 bardaq çay içir. Tamamilə yanlışdır. O uşaqlığın tonusunu da artıra bilir kofein olduğuna görə tərkibində. Sonra hamiləlikdə məsələn çimmə. Məsələn, tutaq nə vaxtsa bir qanama yaşayıbdır ya da nə bilim ağrısı olubdur, hər hansı bir həftədə problem yaşayıbdır. Artıq evdən ona təzyiq olur ki, çimmək olmaz. Sən çimsən, uşaq düşəcək. Mənim həqiqətən belə bir hamiləm var idi. Artıq mən onun dış görünüşündən başa düşdüm ki, bu uzun müddətli çimmir. Və soruşdum ona, dedim ki, sən duş alırsanmı? Dedi, yox, mən çoxdan da duş almıram və mənə bunu icazə vermirlər evdən ki, uşaq düşəcək. Əslində tam tərsi, bütün infeksiyalara yol açırsınız. Dəri infeksiyası, sidik yolu infeksiyası, genital infeksiyalar, hər şeyə yol açmış olursunuz. Bu özü dörə təsir eləyir. Bəli, tam tərsinə səbəb olur. Digər yanlış fikirlərdən biri də hərəkət etmə. Bütün günü yat, dincəl, televizora bax, ayağını uzat. Sən hamiləsən, dincəl. Tam tərsi, hamilələr dincəlməməlidirlər. Yəni, bütün hamilələrime deyirəm, günlük 7000 addımı sizin minimalınız olsun. Günlük 7000 addım mütləq olmalıdır. Addım atmayan hamilənin ayağında şiş də olar. Addım atmayan, yeriməyən hamilənin qəbizliyi də olar. Yeriməyən hamilənin qarnında tonusu da olar. Və ümumiyyətlə hava almalıdır, yəni oksigenə çıxmalıdır və yürüyüş eləməlidirlər. Və yürüyə bilmədiyinə görə, yerimədiyinə görə, hərəkətsiz və aktivitəsi çox aşağı olduğuna görə zaten doğa bilmirlər. Doğum oranı çox aşağıdır. Keysəriyyəyə dönür bu məsələlərin hamısı. Ona görə də fiziki aktivlik, məsələn, sizə örnək verim. Əvvəllər bizim nənələrimiz danışır, biz deyir, tarlada doğduq. Deyir, elə sümbülləri deyir, çapa-çapa doğdum. Çünki hərəkətli idilər. Daimi olaraq kənd təsərrüfatı ilə məşğul olurdular. Nə bilim, tarlada işləyirdilər, gəlirdilər, evi düzəldirdilər. Baxırdın ki, qalın-qalın, iri-iri boçkalar götürürlər. Fiziki aktivlik yerində idi və ona görə də 36, 37, 38-ci həftədə rahatlıqla doğurdular. Bu arada örnək verim. Mənim məsələn, bölgədə yaşayan, kənddə yaşayan, yəni şəhər şeyində metropolislə əlaqəsi olmayan hamilələrim çox rahatlıqla doğur, nəinki şəhər içərisində olan hamilələrim. Çünki dediyim kimi hərəkətsizlik və bu da valideynlərin evdə işte hərəkətsiz qal deməsi ilə əlaqəlidir. Hamiləliyin 12-24-cü həftəliyi arası sayılan məhz ikinci trimestr niyə bal ayı dövrü adlanır və niyə bəzi qadınlar bu periodu həqiqətən çox rahat, digərləri isə çox çətin keçirirlər? İlk 12 həftə o qədər problemli bir həftə sayılır ki bizim üçün. Çünki düşük ehtimalı yüksəkdir, qanamalara meyillilik o həftələrdə çox olur, hamiləlik itkisi çox olur, uşağın dölün orqanlarının gelişdiyi həftədir, hər preparatı istədiyimiz şəkildə verə bilmirik, hamiləyə hər proseduru eləyə bilmirik, bulantılar çox yüksək səviyyədə olur, iştah pis olur. Bunlar nəzərə alaraq ilk trimestr bizim üçün riskli və sevmədiyimiz bir dönəmdir.
Elə ki 12-ci həftəni tamamladı hamilələr, 12 həftə ilə 24 həftə arası həqiqətən də sizin dediyiniz kimi balayı proses dönəmi sayılır. Nəyə görə? Çünki birincisi bulantılar azalmağa başlayır. Artıq hamilə özünü rahat, gözəl hiss eləməyə başlayır və hamilə olduğunun fərqinə varır. Qarın yavaş-yavaş biraz önə doğru çıxmağa başlayır. Aynada baxanda, belə deyim də, bir zövq alır, bir xoş bir hisslər yaranır. Analıq hissi yavaş-yavaş yaranmağa başlayır. Bulantılar azaldığına görə qidalanma rejimi normala düşür. 3-cü trimestrirdəki qədər ödemi yoxdur, ağrısı yoxdur, qarnında böyük bir ağırlıq yoxdur. 1-ci trimestr qədər də ürəyi bulanmır. Təsəvvür eləyin, ən gözəl ay, ona görə biz bunu sayırıq və bununla yanaşı bütün prosedurlarımızı, məsələn, sonra hamilə diş proseduruna gedəcəksə biz 2-ci trimestr məsləhət görürük və yaxud da saç boyamaq istəyirsə 2-ci trimestr məsləhət görürük. Lazerə gedəcəksə 2-ci trimestr məsləhət görürük. Yəni ki, bizim hamilələrə risk açısından ən aşağı gördüyümüz, riskli olaraq da ən aşağı gördüyümüz həftələrdir və rahatlıqla prosedurlarımızı icra edirik, hamilənin özü də rahat olur, deyirik bol-bol gəzin, səyahət eləyin. Yəni, ən gözəl həftələrdən biri sayılır, çünki qapıda 3-cü trimestr var və 3-cü trimestr özü ilə bərabər də bəzi ağırlıqları gətirir. Ona görə bu 12 həftə bizim üçün gözəl həftə sayılır, balay sayılır. Məsələn, bu hər kəsə aid bir şey deyil. İndi bizdə böyük ehtimal deyirik ki, bu həftələri biz sevirik, amma hər hamilə də bu həftəni gözəl keçirəcəyi anlamına gəlmir. Məsələn, plasenta yerləşmə anormallıqları olan hamilələr var. Düşük ehtimalı davam eləyən, abort təhlükəsi davam edən hamiləliklər olur. Hansı ki, biz onlara yataq rejimi veririk, onlara gəzməyə icazə vermirik, çünki qısıtlamalarımız davam edir. Yəni, bu hər hamilə üçün fərqlidir. Niyə bəs belədir, bəs elədir? İndividualdır, hər kəsin hamiləliyi fərqlidir. Çünki bəzi risk faktorları var. Bu insandan insana dəyişilir, hamiləlikdən hamiləliyə də dəyişilə bilir. Ümumiyyətlə təbii doğumun daha ağrılı olması səbəbindən dolayı bir çox qadın keysəriyyə üsuluna üz tutur. Ümumiyyətlə keysəriyyə ilə doğuşun hər hansı bir mənfi tərəfləri varmı? Çünki bu təbii doğuşdan fərqli bir şeydir. Müəyyən bir gün, müəyyən bir date, tarix qeyd olunur və həmin gündə doğum aparılır və bu əslində qeyri-ixtiyari bir prosedurdur. Yəni orqanizm əslində qıraqdan bir müdaxilədir. Bunun hansı mənfi tərəfləri var? Ümumiyyətlə keysəriyyəni bir çox pasiyentimizə məsləhət görürsünüzmü? Dediyim kimi, birincisi bu doğum və keysəriyyə məsələsi bu 9 ay boyunca, yəni 40 həftə boyunca hazırlanılan bir prosesdir. Hamilənin birincisi doğum ağrısından qorxmaması lazımdır və bu dönəmdə hamiləlik məktəblərinə mütləq getməlidir. Öz həkimi ilə bunu daimi olaraq bu qorxusunu bölüşməlidir. Yəni özünü 9 ay boyunca 40 həftə boyunca doğum prosesinə hazırlamalıdır. Bəli, düz deyirsiniz. Elə qadınlar var ki, o prosesdən qorxduğuna görə keysəriyyəni seçirlər. Amma mən həmişə deyirəm ki, keysəriyyə də zaten ağrısız bir şey deyil. Doğumun hər iki türlüsü ağrılıdır. Hətta belə bir söz var, bəzi deyir ki, əşi doğumu çək, mənim qaynanalar olur, analar olur, deyir ki, əşi orada sancıva çək, nə bilim axı 10 saat, 15 saat sancıva çəkirsən, sonra durub yeriyəcəksən normal doğuşda. Amma keysəriyyədə yarımcan qalacaqsan. Belə bir şey ümumiyyətlə yoxdur. Yəni yarımcan qalmaq deyə bir söhbət yoxdur. Bəzi doğumlar olur ki, təbii doğuşlar olur ki, onlar da çox ağırlaşma ilə keçirlər. Yəni hər kəsin düşündüyü şəkildə olmur. Keysəriyyənin də təbii ki ağırlaşmaları var. Keysəriyyənin ağırlaşmaları doğuşdan təbii ki bir tık daha fazladır. Bu nələrdən ibarətdir? Birincisi, keysəriyyədə qanaxma riski daha yüksəkdir. Məsələn, doğumda bizim gözlədiyimiz maksimum qanaxma miqdarı 500 ml-dir. Amma keysəriyyədə 1 litrə qədər biz qanaxma gözləyə bilirik. İkincisi, qarnınızın içərisinə hər hansı bir prosedur olur. Yəni sizin qarın boşluğunuz açılır. Qarın boşluğunuz açıldığına görə normal həyatınıza dönmə prosesiniz doğuma görə daha çətin olur. Məsələn, doğumda atdan bir kəsiyi olur. 2 günə, 3 günə, bəzən bir həftəyə toparlana bilirsiniz. Amma bu keysəriyyədə bu toparlanma təbii doğuşdan 1 həftə və 10 gün daha o tərəfə çəkə bilir. Digər bir bizim keysəriyyədə mənfi cəhətimiz nədən ibarətdir? Yara yeri infeksiyası ola bilər. Eyni zamanda qarnın içərisini açdığımıza görə qarın daxili infeksiyalarda, batınçı infeksiyalarda səbəb ola bilərik. Ən çox rastlandığımız isə dərini kəsdiyimiz üçün kesi yeri infeksiyası dediyimiz dəri və dəraltı toxumaların infeksiyasıdır. Bu da kök xəstədirsə əgər, isti fəsillərdə keysəriyyə olubsa və yaxud da gigiyenası yaxşı deyilsə, özünə yarasına yaxşı baxmayıbsa, yara yeri infeksiyasına meyillilik daha yüksək olur. Digər bir cəhətdən qarın içərisi bitişmələrin artması. Qarın içərisi bitişmələr hər cərrahiyyədə qarın içi bitişmələr artır. Bunu nəzərə mütləq alsınlar. Və digər belirtmək istədiyim bir şey, təbii doğuşlu ananın, məsələn, tutaq ki, 5 doğum eləyə bilirsə,
tutaq 5 dənə doğuma biz ona icazə veririk məsəl üçün. Amma keysəriyyəli bir anaya biz 3-cü keysəriyyədən sonra riskinin artdığını və hamiləlik patologiyalarının artma ehtimalının olduğunu mütləq deyirik. Çünki təsəvvür edin, uşaqlığa çapıq atırsınız, kəsirsiniz və orada çapıq əmələ gəlir. Sonra ikinci hamiləlikdə bir də kəsirsiniz, üçüncü hamiləlikdə bir də kəsirsiniz. Hər dəfə o çapığın atılması həm hamiləlik patologiyalarına, həm uşaq, həm ana açısından bəzi ağırlaşmalara gətirib çıxarda bilir. Bu açıdan biz keysəriyyəni və bununla yanaşı unutduğum şey deməyi, narkoz ağırlaşmaları da ola bilər. Narkoz ağırlaşmalar nələrdir? Məsələn, spinal yerinin infeksiyası ola bilər, spinal bel ağrıları, qalıcı bel ağrıları ola bilər. Ümumi narkoz olubsa, ümumi narkozun ağırlaşmaları ola bilər. Bunları nəzərə alaraq keysəriyyənin biz ağırlaşmalarını deyərəkdən başa salmağa çalışırıq ki, əslində təbii doğuşa üst tutsalar daha yaxşı olar. Digər bir sualım da ondan ibarətdir ki, ümumiyyətlə ana südü gəlmirsə, ana həmən özünü başlayır pis hiss eləməyə. Ümumiyyətlə ana südünün gec gəlməsi nə ilə bağlıdır və bu hansı hallar normal qəbul edilə bilər? Burada deməli analar özlərini bəli pis hiss eləyə bilirlər. Çünki daimi olaraq uşaq əmir, amma doymur, ağlayır və ana özünü burada yetərsiz hiss eləyə bilir ki, mənim niyə südüm gəlmədi və kənardan da çox təzyiq olur. Deyir ki, məsələn, qayna gəlir deyir ki, mənim bir südüm var idi deyir. Elə axırdı südüm, elə axırdı. Uşaqlar doyurdu, hətta artığı qalırdı. Və belə təzyiqlərin də olması həmin qadına özünü daha da pis hiss elətdirir ki, axı mənim nəyim əksikdir, mənim niyə südüm gəlmir, bu uşaq niyə doymur? Zaten doğuşdan çıxıbdı, bir zahı travması var, doğum travması var, üstəlik də bir də südü gəlmir. Mən həmişə o hamilələrime deyirəm ki, kesinliklə vazgeçmə, südün gələcəyi, südün gəlməsi üçün ən önəmli faktor emzirmədir. Yəni daimi olaraq döşünə qoy uşağı. 2 saata bir qoy döşünə, qoy əmsin. Biz həmişə bunu deyirik. Uşaq öz südünü gətirir. Yəni uşaq daimi olaraq əmdikcə beyinə impulslar gedəcək, oksitosin salgılanacaq, prolaktin salgılanacaq və bu da bəzi hormonal nörohumoral sistemi aktivləşdirərək südün ifrazını və gəlməsini köməklik eləyəcək. Bununla yanaşı bol-bol su için deyirəm. Su içmək də çox önəmlidir. Doğumdan həmən sonra 3 litrə qədər gün ərzində maye qəbul elədiyinizdə artıq 3-cü günün sonunda görürsünüz ki, südünüz nə qədər gür qalxmağa başlayır. Və bunu da özərinə belirtmək istəyirəm. Uşağın ehtiyacı nə qədərdirsə, ananın da südü o qədər ifraz olunur. Məsələn, düzdür, bəzi hiperprolaktinemi dönəmləri ola bilir, bəzi qadınlarda süd artıq ifraz olunur. Amma məsələn, uşağın ilk gün doğulanda deməli mədəsi albalı qədər olur, gilas qədər olur. Gilasın ölçüsü qədər olur. Və məsələn, 1-ci, 3-cü günün sonunda uşağın mədəsi böyüyür, ərik qədər olur. Yəni uşağın ehtiyacı nə qədərdirsə, əmdiyi qədər də süd gətirir. Ona görə də südüm çatmır deyə düşüncəyə girməsinlər. Əgər uşaq böyüyürsə, sizi əməndən sonra huzur içərisində yatırsa, ondan sonra kilo alışı normaldırsa, boyunun artışı normaldırsa, məncə qorxmağa ehtiyac yoxdur. Demək ki, bu analarımızda süd gəlir və uşağa da süd yetərlidir və kənardan heç bir təzyiqə də qulaq asmasınlar. Aybik xanım, son olaraq buradan hamiləlik planlayan və hal-hazırda hamilə olan xanımlara hansı tövsiyələr vermək istərdiniz? Hamiləlik planlayan xanımlara o tövsiyəmi vermək istəyirəm ki, mütləq hamiləlik planlamadan öncə 1-2 ay, 3 ay öncəsində mütləq bizə ginekoloqa bir müayinəyə gəlsinlər. Bir ümumi check-updan keçsinlər. Bir həkimin özlərinin normal zənn elədikləri, amma əslində normal olmayan şeyləri mütləq ginekoloqla aydınlaşdırsınlar. Bəzi testlər var, yoxlasınlar. Bir ağız boşluğu müayinəsindən keçsinlər. Yəni hamiləliyə tam öncəsində bir hazırlıq prosedurundan keçməyi məsləhət görürəm hamiləlik planlayan xanımlara. Hamilə qalan xanımlara nəyə məsləhət görürəm? Ümumiyyətlə kənardan heç bir təzyiqə qulaq asmasınlar. Qaynana nə dedi, baldız nə dedi, qonşudakı filankəs xala nə dedi, bunlara qulaq asmasınlar. Həkim nə deyirsə, həkimi nəyə məsləhət görürsə ondan irəliləsinlər və 2-3 həkim deyil. Məsələn, bəzi xəstələr olur ki, sizdə burada nəsə soruşur, amma sizin ya dediyinizin doğruluğunu da Instagramdan başqa həkimə soruşur. Düzdür, mənim xəstələrim elə bir şey eləməz, amma mənlə doğruluğu yoxlayan xəstələr var. Belə bir şeylər eləməsinlər. Yəni ki, bir həkimlə davam eləsinlər, güvəndikləri həkimdən olsun. Axıra qədər də doğum, keysəriyyə artıq nə ilə sonuçlanacaqsa, son ana qədər də güvəndikləri, özlərini yaxşı hiss etdikləri həkimin yanında olsunlar. Tövsiyəm bundan ibarətdir. Çox sağ olun Aygün xanım, dəvətimi qəbul edərək gəldiyiniz üçün, öz sahibinizə, peşəkar olduğu sahibinizə aid məhz bu önəmli bilikləri həm mənlə, həm də izləyicilərlə bölüşdüyünüz üçün sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, təşəkkürlər. Sağlıq Saatın bugünkü qonağı uzman cərrah mama ginekoloq doktor Aygün Altınoğlu'dur. Videomu bəyənməyi, fikirlərinizi şərh bölməsində bölüşməyi və kanala abunə olmağı unutmayın. Sağlıq Saatına baxırdınız. Burada hər saniyə sizin sağlamlığınız üçün işləyir.